Xoş qızlar gedirik, Əsmərgilə avtobusdayıq. Gel Abbas buraya gel. Gel Abbas buraya gel. Ne istiyorsun? Ne? Koy yerine koy. Keçin görün. Geldik kızlar. Nihayet vuruşlardan, çağırışlardan sonra geldik Əsiglə çıxdıq. Əsig qəşəng, Melisalı bu qız çay dəmləyir. Sana özel. Mənə özələ, sağ ol Əsig. Gedim qəşəng oturum indi çay göstəreyim. Bu gün ağını çatmıyorum, bugün çay içmişəm mən zaman. Onu ye sonra, onu ye sonra. Ama şirəli yerindən yemək istəyir, şirəli. Adına uygun hərəkət eləməlidir. Bakın kızlar bu. Bak bu da bunun yanında. Yani budur. Bunu yemirəm. Yani onu yemirəm. Gör indi mən nəyəm. Gözəl nəşkələr gözlə məndən. Bəs onu yalıb getir. Onu sənə gətirmişəm. Sən diyeti pozasan deyirəm. Özdə səni qrupda etiketləyirəm. Niyə cavab verim sana bala? Mənlə Bahəm bu da diyetdədir. Ona vacib deyil. Hə, ye bala. Birdən artarsan bir abır olarıq. Çay sən. Durun bilet. Gətirin. Ay ya, Zehra geldi. Maç ile. Mən deyim. Dayıcım. Zehra yana səndə. Mən görəm ki, nə yapamırsan? Tutmuşdu. Gelmişdi gelmelerim. Katlet edir bu kız. Əsin katletləri dadlı olur. Ay qız gəlib bir gün gələsən bizim o videonu çəkəyi, nuggetsləri. Qoy Sumqayıta gedim gəlim, oradan file alım. Gələrsən nuggets videosu çəkərik, hə? Sən hazırlayarsan, mən çəkərəm. Bir də şeydə sup eləyərsən, həsi. Supun da videosunu çəkərik. Sarı kök baxma, ədviyyatlar falan var da məndə. Keçmişəm də balıq tıxı olub keçmişəm ki. Uşaqlara baxsa, ikinci gün məktəbdir də, birinci gün mən Fatihini zannettim, ikinci gün sonra. Hələ elə eləyərik də, birinci gün falan başımı qarışdıraram. Şeydir, bəzi işlərim var, onları səliqəyə salaram. İkinci gün gələrsən video çəkərik. Şey nə deyəcəydim? Sən də soğan təkcə o kartof qatırlar, bax kök qatırlar. Yəni mən yeyə bilmirəm. Kartof xoşlayıram mən də. Kartof qatıram mən, həmişə qatıram. Mənim mamam şeydə eləyirdi, əsə ay Allah. Eləmir də. Gəlib bir gün görüm, arvad tırkalayım mənə bişirsin kotlet. 10 kotletin elə istəyirəm mənsə birdən. O qədər üstü qızarardı, içi elə fresh qalırdı. Belə interesli də. Yəni o şey falan qatmırdı da. Yəni belə suxari nəzatla eləmirdi. O vaxtında keşnişli zadlı verərdi. Ağlamam gəlir. Mən nəsə kişnişlə mənim xoşum gəlmir. Qatırdı mamam eləyirdi. Nəsə nə bilim iminləməm. Bir də mənim iş yoldaşım vardı Samirə də. O maması toyuq kotleti, adi farş var, toyuğun farşından eləyirdi. Əsi. Ay Allah, elə daddılardı. Ətim başlar qız danışdıqca mütləq payımı göndərirdi. Hər bişirəndə balaca belə bir kasası vardı. Onun içində göndərirdi marketə. Yeyirdik Layla xala. Mən də hamı sevib, Allah. Mən də hamı sevib həmişə. Ya, həqiqətən deyirəm, əsl zarafat keçsin. Yəni bu ətrafımda kim olubsa var ha, heç bir yaxşılığım keçməsə belə yaxşılıq edib. Çox qəribə bir şeydir. Sən insan üzrə baxanda bilirsən bu necə insandır da. Tamam, təşəkkür edirəm. Təriflər O var. demək deyil ki, sən mənə eləyim, mən sən eləyim. Ya verdiyim şeyin güdüm ki, mən ona vermişəm, o da mənə eləyəcək. O ranneri gətir at çiynimə. Bəy tərifidir. Onu yapdı bağlar. Onu atsan sərrən, meyhə, nəsə tökülür üstünə. Dünən götürmüşəm. Məndə də elədi də. Məndə də elədi. Ranneri sərmirəm. Məsə o ranneri şirəliyir bir nəfər. Adını çəkmək istəmirəm. Sizdə şirəli var. Məndə çoxdur. Sizdə də mirəli var da. Şən deyirəm. Makaron yeyəndə kotletin yağını dağıtdı şeyə. Özü sarı kök adam şey olur. Hə. Yumamışım da qalıb. Yox. Məndə də şeydir. Adı nədir? Mən də rannerilərin sayını maşallah çox atmışam da. Məndə azdır. Gələ. Yeməyə gedək. Uş başlı qızım. Əl unutdum. Biləm. Memiyə gedək. Həqiqətən nə idi olmasa rannerlər gözəldir də. İndi bax gedirəm ora. Orada boz. Yada gələ özümə boz almışdım. Gül istədi verdim ha Gülüyə. Onu gedirəm ora. Hə, bir qara rəngi var, bir də roz var, pembe rəngi var. Pembe rəngi buna baxdım bax.
Pembe rengi var zarafası. Bax belə rəng deyil. Burası içindən zərlidir. Bax dırnağım kimi əsir. Bax belədir. 4 manat 50 qəpiyyədir. Özü enli uzun raynerdir də. 3 dənə rəngi var. Qara deyəndə ki tam qara deyil. Elə bir tünc boz rəngdir. Belə bu çaynik tam qara deyil də. Hiss edirsən belə bir cürdür. Bax elə rəngdədir. Onun da içində belə zəri, bir də boz rəngi. 3 rəng var. Üçünün arasında qalıram, baxıram, heç birini götürməmiş gəlim evə. Mənim də var axı gedib bir ziyarət edib o rayneri gələcəm bir 4 dəfə, 5 dəfə. Əgər sən qismətinsə qalarlar. Altıncıda bəlkə ziyarətdə götürdüm gəldim. Gedərik yeməyə için. Belə vaxt edib gedərik. Birinci gün gedə bilməzsən də, hə? Fatihin nə vaxt bitəcək şeyi? İkinci gün Məzuniyyəti. İkinci gün. Birinci Əs Fatihi də götürdün. Niyə necə Fatih bizə? Mənim xoşdamsan usta sən. Hə. Kəsib küsüb yerlərə Fatih ilə gedərik. Para. Elişten dükkandan giyinip. Giyinsin, Hoş oldu. geldin. Parayı. Para. Memi. Tam hiç использованную вещи. Ya yalan deyir, yalan deyir. Yalan deme. Ay elə nə dedin uşağa? Uşağı pısıxdırma. Sən ora getsən, elə orada mini yubkalar addelində belə yıxılıb qalacaqsan. Ürəyin istəyəcək onları. Hə. Nu hamısı təzədir də, həqiqətən təzədir ya. Ölmüş adamların Hə, inanırsan, bəzi hələ iskeleti qalıb içində. Hərdən 5 ilkada belə əl iskeleti falan çıxır qolundan. Ondan sonra yufka ceyran. Bir izləyicim var zarafatsız. Yazıb ki, Mehbah xanım bir gün danışaq, mənlə gedək Memiyə. Əslində avtovağzada bir neçə dənə Memi var. Mən cəmi bir dənə 2 dənə görmüşəm. Dedi 6 dənə dedi, neçə dənə dedim, bismillah mən necə görməmişəm onu. Görüşən mənim səsini görsək dedim, yox, biz səndən ikisinə girmişik yalnız. Ha, atdakı nə gündəydi vəbşə. Yala birinə girdi, ürəyimiz qarışdı. Nə gündür də ora. Sən getdin ən təmizləyir, sən getdin. Mən getdim. Rəsmən bildi sən getdin deyəsən. Məndə bir dənə bir şey var, əsi. Bax, məsəl üçün Sumqayıtda Ordubat marketdən Qayalıya gedirəm. İndi orada başqa da marketlər var da, gedə bilərəm. Amma gedə bilmirəm. Yəni alışmışam ki, ancaq o ikisinə gedim. Ha, öyle. Burada da hə, sən getdin, memi təmiz memi. Amma bir də bilsən, Biləcərdə bir dənə yer açılıb, damını söndürüb deyim, sonra çəkməmiş belə paylaşmaq istəmirəm, lan görüm. Bugün tam tamamıyla sınanıram hər şeylə. Estağfurullah. Lənət sənə çox şeytanın əzi. Əsmər şeytan. Hə, bugün qızlar əməlcə başda sınanıyorum. Toyuq pişirməyi gördük. Ağzını sevindim. Yerim onu. Hə, ay öyle. Sevindin Rasim. Sevindim. Ay öyle. Maalesef. Aynen. Çox qəşəng hazırlamısan, əslində gözəl görsənir. Mən kotletlə baxışıram. Kotletimi sayanı. Yetkiler falan gelmiş. O sefer. Ay kız deyir 7 dənə kotlet yemişdin o səfər. Allah bir kahretsin. Allah'ın emri peygamberin isteği. İki saat deyirsən qaynamır. Belə bax əziz. Yatanda belə yeyirdim, yatırdı. Uşaq vaxtı eləməyəndə əlimi belə gətirirdi pölçüşünə, yenə eləyirdim. Yorulmuşdu öyle diyor. Hə, o da qədər cığınıyım. Allah o yuxudan buna da versin. Yanıqlarını da buldog kimi töküb aşağı. Diyetadadır. Hə, mənlə bayam diyetadadır. Bu böyük variantıdır, bu kiçik variantı. Görək nədir? Kargolar gəlib Temudan. Özümüz bilmiyoruz ne diye. Biz də bilmirik, atası bilir nədir. Rəsim, belə imkan verirsən babam. Nədir ki bu? Nə? Aslı bizim değil ki bu, Elşən əmindir. Biz evdə vurmuşuq stokini. Kalın kadın. Geldi. Evet ne yap? İşe 100 faiz kalın inşallah. Ver bakalım. Zaretka. Atmadan tanındı. Qaça getdin, Zəhra titriyirsən qızım. Bir sen aşağıdaydın ben de gelmişim kargoya. Aa. Gazı gelmişim göstereyim. Evet de vurup. Kalonkaymış ha. Tamam artık. Tamam
Kalanka nə lazımdır? Bir də fanarik. Keçir axşam yeməyinə bu qız. Axşam yeməyinə Tərtləşməyə. yeyib içirik. Əcəba. Yox da bəs də. Bezdirib o dilməyəni çəkmə, bu dilməyəni çəkmə. Sup eləyir. Əslin supları dadlı olur qızlar. Eləyir indi çocuklar yesin. Yeyək, içək. Şey deyir, axşam sizə top aparacaq. Yazı deyirəm, atanın xəbəri var ki, biz aparacaq. Aksava necə döndü? Qəribə hava var. Tutub elə bir şey donub durub. İndi bu dəqiqə yağar, bu dəqiqə yağar. Əl vursan töküləcək. Evet. Yaxşı çöldən paltarlarımı yığmışam, gəlmişəm. Yox, nə yığmışam, təzədən asmışam. Yağamaz eləmi. Amma qara buludlar var o üstəsi. Əziz tamaşaçı. Demək qaynayan suya kiftəcikləri tulluyur. Atır. Pullayır. Tullama at. Atırsan. Atırsan. At qutarda da. Sö. Attım. Biraz qaynayandan sonra düyə atacaq. Orada da soğanımı doğruyorum. Ona deyiləm. Soğan. Cücüyünü çıxartsan. Ben belə doğruyorum ki, xırda-xırda. Çıxardıram onları, çox xırda olurlar. Anladım. Qızlar görün nə tikili-tikili düzəldib. Bu arada yumru düyü də tökdük. Bax, dərifli motaldan da qurt çıxdı. Sən yanımda durmuşsan, elə bunu eləyir. Deyirəm ki, bir dəfə Əsməri çağırmışam ki, Əsi, gəl doğğa bişir. Doğğası çürüdəlir də. O qədər gözəl doğğa bişirib gətirirdim ki, Abbasa da, Rasimə. Bişirib gətirdi. Rasim onun doğğasını çox sevir. Elə bir Rasim hər adamın doğğasını yeyə bilmir də. Bu göyərçisi narında doğrayır. Əsmər ümumiyyətlə görürsüz, soğanı da çox xırda doğrayıb da. Hə, bu da göyərçisini qəşəng doğrayır deyir. Həmişə kənd südü gələn kimi Rasim üçün doğğa bişirib gətirir, sağ olsun. Dedim bir dəfə də südü mənə kimsə gətirmişdi, mamagil, hə. Qatıq gətirmişlər, əstəğfurullah. Gəldi, çürüdü, yedi. O burada hamısı. Yazıq sen neçə vaxt alınmırdı. Ayda. Birdən olur ya adamdan. Sonra da qızlar yer köksünü əlavə elədi qəşəng. Qaynalmaq prosesi gedir orada. İndi pomadoru Törpəyə sirb atacağım. törpəlayırsan, hə? Qəşəng, ona da su. Dadlı su. Başladı. Abbas. 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 Çalaqarsın o deri. Çadıramı sallan başım. Əli yanar, sınıf. Hə. Şeydə satırlar. Manatlıq dükkanda bunun başlığı. Yadıma sal, o biz tabanınkilər sınıfı. Qəşəng. Əsl can dərmanı deyir ya əsl. Kıvamında da var. Hə, qəşəng eləmisən. Əllərinə sağlıq. Şurası boyunca. Mən bir dənə tuzdura bilmirəm. Düzü ya çox olur, ya nə çox olur bilmirəm. Olur kaşamalaşa. Nə qatdı, nə durdu. Bundan çıxarmamışam. Demək qızlar, gəldik evə. Evə gəldik və bu üçüncü, baxın, zumba dansı ilə zayıflama üçüncü. Baxın burada, demək burada neçə dəqiqədir? 19 dəqiqə 38 saniyə. Bunu elədim və hal-hazırda ölürəm. Dəhşət bir şeydir, çox yoruldum. Hə, amma bir haftada 4 kilo kaybedin deyir. Yəni əsəd düz 4 kilo olmur o heç də. Təbii ki, pəhriz saxlamasan, suyu içməsən, yürüyüş eləməsən belə evdə aerobik, yəni hərəkətlər çox yaxşıdır. Mən də bunu elədim. Çox yaxşı təsir elədi. Bütün bədənim hal-hazırda. Təsəvvür edin, ayaqlarımın bu hissəsi qızlar yanır da, yəni o dərəcədə. Tam ciddi başlamışam. Bugün pozmamışam. Çox sevinirəm ki, bugün pozmadım. Qonaqlıqdaydım, amma pozmadım. Sabah bacımgillə görüşəcəm. Yəni Sumqayıta gedəcəm. Mənim üçün Sumqayıta getmək də çətindir. Pozma ehtimalım böyük olur, amma pozmayacağam sabahda inşallah. Çalışacağam elə qidalar yeyim ki, pozmayım da. Yatıblar qızlar. Nəhayət. Boğulan da. Əslində pampersini çıxarda bilərdim. Sadəcə mənim Aliz var. Alizdi, falizdi, nəsə belə bir adı var. Nədir? Prasinanın altından sərirsən, su keçdimir. Bugün şükür Allaha günorta. Bu arada bilmirəm demişəm YouTube izləyicilərimə ya yox. Tualet təliminə başlamışıq. Abbasdan şükür Allaha yaxşı irəliləyirik. Daha doğrusu mən dedim ki, tualet təliminə başlayacağım. Sabahsı gün Abbas dedi ki, pampersi çıxardıram, bəs şeyə oturacağam.
karşok oturacağım. Mən şok. Oturdu, elədi. Şükür Allaha, pampersinə, pampersdən yox, karşoka elədi də, kak elədi. Sonra da şeydir, yudum təmizlədim. Tumanı çox sevir. Ümumiyyətlə, Rasimə çox qibd eləyən uşaqdır. Rasim yenisi onu eləməyə çalışır. Təbii ki, balaca qardaşlarının hamısı elə olur, uşaqların hamısı elə olur. Mən həmişə Rasim nəsə bir anormal bir şey eləyəndə deyirəm, bunda qarşısındakı nümunə elə bərbaddır ki. Allah bütün balaları qorusun. Hoşum şeydir. Abbas bəy də yavaş-yavaş sididən çıxır, yavaş-yavaş pampersdən çıxır. Günorta bugün sərmədi, altına heç nə və pampersiz yatıstırdıq. Bir də biraz keçmişdim. Zəhra gəldi ki, Əsmərin qızı, bəs Abbas hamamdadır, durub çiş eləyir. Elə sevindim ki, sadəcə bizim unitaz biraz hündürdür. Pləkan almağı düşünürəm ki, uşaqların hər ikisi rahat qalxıb unitaza otursa bilsin. Bir də tualetə ayrıca belə karşok kimi qapağı olur. Qaynanamgildə var, göstərərəm ora gedəndə. Ondan bizim ev üçün də almağı düşünürəm ki, bunların poposuna uyğun gəlir də, balacadır. Qarşıma çıxsa mütləq 2 pləkanla onun məsələsini həll edəcəm. Salam qızlar, hər vaxtınız xeyir olsun. Yeni günə başladıq, hazırlaşıram. Nəyə? Sumqayıta gedəcəm. Dedim, makyaj edeyim təbii ki. Demək qızlar, Temudan belə bir şeylər vurmuşam. Göstərim sizə. Daha sonra vurmamışam, qonşum vurub. Hər dəfə xırda-xırış bir şeylərimi vururuq da, baxın. Kombinimə uyğun gəldi. Bu nədir? Bu buradan çıxır, yoxsa belədir? Yox, belədir. Baxın, belə üçlü. Bunlar nə üçündür? Deyəsən, belə eləyirsən, buranı belə. Bu quş çəkmək üçündür, xət keçi falan, qəşəng şeylər var. Görən, bunlardan istifadə edə biləcəm, düzgün. Ekranı sildim, baxıram ki, ekran çox buğuludur. Baxın. Belə, makyaj edeyim, gedim bazarlıq edeyim. Çalışacağım bugün sizə qayalı qoltdan qəşəng çəkiliş edeyim. Mən aylıq eləyirəm qızlar bazarlığı. Necə? Çünki sonra alınmır. Bir dəfəlik nə ehtiyacım varsa, əksər hallarda qeyb Sumqayıtdan alıram. Mama gillə də qayıdıram evə. İndi eləyəcəm. Biraz uşaqlarla vaxt keçirdək, deyirik. Aslında ən çox merak elədiyim bu quşu bundan çəkə biləcəmmi? Odur. Belə bir şey. Görək. Rahatdır mənə görə. Güya nazik çəkə dedim. Nə pis gündə çəkdim. Belə. Elə özüm çəkirəm də bunu. Düzəldərəm indi. Doğru gözümə doğrum. Mən biraz qalın çəkirəm. Çox adam həmişə deyir ki, qalın çəkirsən, biraz nazik çək. Əslində nazikdə yaraşdırıram da özümə. Sadəcə çəkə bilmirəm də nazik. Nə qədər edirəm qalın alınır. Burası xoşuma gəlmədi. Böyle. Məncə. Aycan. Açım, gəl. Başını yenə qoymuşsan Abbas. Hə? Ya. Al. Get.
Oğlanlar hazır. Üşüysən Rasim? Yox. Papağı və niyə qoymuşsan başıma? Başıma niyə papaq qoymuşsan? Başıma şoxum. Şox. Mən hazırlaşdım qızlar belə. Saçlarımın uclarını biraz vurdum. Atmadım amma. Belə Trendyoldan aldığım qəhvəyi, suyet pencəyim vardı, onu giyindim. Nəsə belə havanı bilmək olmur. Deyirlər ki, izləyicim deyir Sumqayıtda çox hava küləklidir. Tez gəlin. Çox hava deyil, küləklidir, nə bilməm. Uşaqları da çanta götürdüm. Sumka. Hazır da gedirik, görək nə olur. Başımıza nə gəlir? Bunlarla tez marşrutla necə gedəcəm, heç bilmirəm. Gəl, Abbas gəl. Uşaqlar ilk dəfə də avtovağzal görürlər deyənə. Gəl. Pəncərələrə bax. Hə, qəşəngdir. Abbas gəl əli ver balam. Bax, qırmızı avtobuslar da var, Rasim. Abbas ver əli ver. Yox, biz yaşlı yox, qəhvəyə avtobusa minəcəyik. Hə. Gəl Abbas əli. Bax, orada deyil, avtobus var orada, qəhvəyə gedib ona minəcəyik. Hə, sevirsən? Yaza gəl bir dəfə minmişdik, deyəsən biz sizlə. Ata ilə minmişdik. Sumqayıta. Qızlar, buradan düşüb keçə bilmədim. 2 saat mələşdilər burayı üçün. Əslində bacım ilə görüşəcəyik, amma uşaq ağladılar deyənə məcbur qaldım, girdim. Buradan bunları ora sürüyə bilməzdim. Gözləyirik. KFC-yə girmişik. Düz yerə avtovağzalının yanında, Süd Plazanın aşağısında yerləşir. Süd Plazanın var. Buranın dizaynı xoşuma gəlir. Sakit, qəşəng səliqəlidir. Qızlar, gördüyünüz kimi özümə kola deməmişəm, yəni. Ancaq uşaqlara kola, özüm qanat yeyirəm, boş. Soyusun da, qoy burada soyusun. Gəldik qızlar. Karvan Ticarət Mərkəzinin yanına Rasim maşın sürür. Abbas da maşın sürür. Rasimi gözdən qoymamağa çalışıram. Axır vaxtlar bu boğurluq hadisələri zaten, nə bilim, stres yaşayırıq onunla bağlı. Rasim! Bu tərəflərdə sür də. Burada ki, kalkuçka olub el qızlar. Əvvəl çox icazə vermirlər, indi dəhşətdir. Taxın gözlər, taxın görün. Tax, sən də tax. Durun burada. Durun burada, ana çəksiz. Gəl. Bizdə gəlsinlər. Gel, gidiyorum. Ay kız. Bak gıybet edildi, baba gıybet edildi. Yana çeviren.
Qızlar, demək 3 nəfərlik səhər yeməyi idi. 56 manat elədi. 15 manatı servis haqqıdır. 2 manat 50 qəpikdir, bir dənə sirap sudur. Bizə görə çox bahadır. Mən Boranıda qızlar 2 nəfərlik səhər yeməyi eyni elə belə bu cürdür də çəkmişdim qaynanamla. Görmüşdünüz. O 22 manat idi. Çox da dadlı, qəşəng, doyumlu idi. Belə. Az yox. Geleceğin yere. Of, bacı en dəcəllər odur ya, Allah haqqı. Ya, bak. Ne pranası? Bize bak hele bakın. Hey, o 2 manatdan. Onu deyirəm də, burada qalxma, o birlərdə qalxırdı. Hələ tam şişirdi. Hə, gəlirdi, hava vurur orada. Gülü oradadılar, Dragonda. Qaqasına görüyor. Rəsmi kitabasa baxın qızlar, bayaqdan tək başına fırlanır. Belə, gah yağış atır yerə, gah düzəlir hava, gah belə. Görüm. Uşaqların hamısı çıxıb, Abbas hələ çıxır. Ah! Bize bak hele. Bugün benim. Uşaqlara atmışıq. Hadi qol belə Qolumla bəlkə uşaqları atraksiyonda tutmuşam. Oy, görürsün, müdürüyə qalmış. Elə bir də qalmış. Hələ hə. Mən niyə qorxmam yaxşı? Orada. Oy nerede? Gel. Ay ben bu Senin ya da yok benim de. Gülü bana sinirle mi? Yan da bu sensin bak. Hayda çıklarmış bir. Ben de gelip onlar dəyişərəm. Portakalı çırpın. Ben de gətirəm. Bak. Çöpü evde içərik. Ice cream. Nerede? Dört tanedir alsın. Nerede? Ala. Onu bas bana. Döndüm mü? Ala. Onu bana sokuda şokolat vermedi. Görürüm da. Nerede? Askrim. Askrim. Onu yiyor da bunu evde yersin. Daha böyle Ne bunu yapmışlar sen gazoz Asi. sıksan biraz. Sağ gazoz. Kalsın o. Bak. Sade. Bak. Onu ver sen. Onu ben nerede çizdim değil mi? Neden? Gəlmişik qızlar, Ordubad marketə. Sumqayıtda yerləşir Ordubad market, alış-verişə. Baxırıq, görək nə var, nə yox. Və təbii ki, ilk öncə hər dəfə gələndə nə edirəm? Mütləq fincan addilinə baş çəkirəm. Qəşəng fincanlar var, baxın. 5 manat 85 qəpiyə falan.
Hər dəfə buradan mütləq bir fincan ya mən bəyənirəm özümə, ya mamam mənə bəyənir, ya da bacım. Bu dəfə nəsə hələ belə sən niyə belə görüb ayıl olduğum fincan olmadı, düzün desəm. Biraz buradakiləri bəyəndim, bunlar qəşəngdir, ikisini çox bəyəndim. Böyle anam, o değil ama. Görək başqa nə var? Məsələn, buradakı fincanların çoxusu 95 qəpidir, 1 manatdır, 1 manat 10 qəpik, 20 qəpik belə çaşqalardır və bunlardan demək olar ki, almışam, kofe içərkən istifadə edirəm. Bunlar, məsələn, bu 99 qəpidir, yəni 1 manatda qəşəng bir kofe stəkanı olaraq. Demək qızlar, Biləcəridə bu çaydanı 40 neçə manata görmüşdüm. Bəlkə də firma fərqi var. Burada 25 manat 80 qəpikdir. Bir dəli şeytan deyir, bunu götür. Şeydə mini. Mən istəyirəm belə çaynik. Çaynik saatdən qalmışam belə yaman günə. Bu çayniklərdən heç məsləhət görmürəm. Qızlar, şoklardayım. 15 manat 40 qəpiyə şirəli çaynikin, yəni bəzəksizi, sadəsi. Necə bunu götürmə elə bir dəfənlik. Bunun heç nəsiz çaynik, normal. Şirəli, bəzəksiz. Nəzərimdə saxlayın bunu. Əslində bunların da görünüşü çox xoşuma gəldi də model olaraq. Kəş bu belə bəzəksiz ağ olardı, nə qəşəng olardı və mini çaynik. Bunlar da qəşəngdir. Yuxarıda da çaydanlar var. Görün bu neçədir? 33 manat. Bu çaydanlar oca yox, bunlardan qəti istəmirəm. Çox bəyəndim onu. Burada gözüm qaldı. Gedəcəm biləm ki, fikirləşəcəm onun barəsində. İşte gedib fikirləşib sonra gələrəm. Deyirəm qızlar, Ordubadda yoxdur da, yəni hər şey var. Yuxarı mərtəbəsi qab-qacaqdır, nə bilim tekstildir, hər şey var da, qazan, çaydan, hər şey. Ağlınıza gələ biləcək hər şey var. Aşağıda yebişmaq. Tapa bilmədim, yebişmaq. Tapa? Qəşəng, baxın. Rasim o qədər danışsan, ay Allah, mən deyirdim məndən çox danışan yoxdur. Oğlum mənə də keçib, Allah haqqı. Beynim getdi. Hə, oğlum. Şinyat adeli də çox böyüdü qızlar. Baxın. Maraqlıdır, genişdir, qiymətləri münasibdir ən azından. Böyük bir şinyat adeli var. Dəhşət yağış yağır qızlar. Demişlər gecə yağacaq. Buranı da ilə xoşum gəlir belə ışıqları. Gözləyirik. Bacım gözləyirəm, apteka geçsin, dərsin, gəlsin. Allah, çıxdı. Sumqayıta yağış yağır, nəyi var özdə? Yağır. Çocuklu mocuklu çıxdı.